Sofradan bana teklif düşedi. Event manager, yəni Hə. chetdə adamla PR kampaniyanı açın. Sofra restoranda bir gün nə o qızıqlı vakıya olsa bizə şunu tutub qalışımız deyək. Lekin Instagram tərəfindən alalım olsaq, bulada content, yəni yengil kontentlarını çıxartdığımız ola. Mən sofrada vəzifəm köp adam adaşdırdı ki bizə. Kimisi menecer əsası ya böyle ana suxrapan bilən məni, yəni kətdəsi də. Mən özüm işim Instagram bilən istoriya postunu bilən mən. Özüm SMM saxlanma təmənnən asta SMM saxasından uzaqlaşıb batırmandan. SMM mütəxəssisi Kamilov Cəmşidov bilan xülasə söhbət olub ötədi. Əsas mövzumuz SMM marketing boyunca gəpləşib ötəmiz. Yəni aytqanınız linkiyə var sofradayız. Mən özümcə restoran yoki oziq ovqat teması sohasi bo'yicha o'zimcha ishlamayman. Lekin SMMdan boshlagan vaqtda bir sohaga birindik ko'rib yurish kerak. Xo'p, hammaga assalomu alaykum. Bugun podkastimizning 3-soni va bugungi mehmonimiz Xorazmda ko'plab loyihalar, ko'plab proyektlarga o'z hissasini qo'shgan SMM mutaxassisi Kamilov Cəmşidov bilan xulosa suhbat bo'lib o'tadi. Asosiy mavzumuz SMM marketing bo'yicha gaplashib o'tamiz. Bu yerni endi Cəmşidov o'zingiz tanishtirsangiz qisqacha. Assalomu alaykum. Men adım Cəmşid Cəmilov. Men hozir 21 yaşdaman. Shu vaxtdan 20-dən ko'p 30-a yaqin loyihalar bilan ishlayapman. Hozirda sofrada ishlayapman. Men endi ko'pchilik danish uchun o'zim proyektim sofra ko'proq danish. Evet. Ondan burun kichkina proyektlarda Urganchda ko'p ishlayapman. Keyin shaxsiy brend, keyin blogerlar bilan ishlayapman. Bloger darajasi ish bilan ko'p ishlab, daniqli odamlar bilan ham ko'p danishganman. Bu sohaga girib kelishim o'zi men institutni bitirganman-da. Men o'zi sport sohasida edim. Sportdanmi yana? Sport. Hozir ham istoriyalarga qaraganda sport ko'p bo'ladi, komedi. Maqsadim sport bo'yicha oliy ma'lumotli va o'qishda o'qib magistraga kirishadi. Keyin ana magistraga girolmay qoldim. Halam girolmayanim. Bu ham bir yaxshilik oldi. O'zi o'qib yurgan vaqtim, ishni SMM sohasi koronavirus vaqti 20-21-yillari dumdan o'qigan vaqti menga aytadilar danishlar. Men shu vaqtda ham o'zim ichim qiziqib, video tuzishga, ko'proq mobilografiya bo'yicha edi. Video tuzishga ko'p qiziqardim. Tuzib ham qo'yardim. Ana o'qishni bitirgandan keyin ish bor. Ish oylik kam lekin. Men universal edim-da, sport bo'yicha hamma ishsidan bo'ladi menda. O'zi asnovidan görəşədi, olmay. Lekin hamma ishsidan bo'ladi. Bolalar o'zim bilim o'rgatish, dars berishimga qaradi o'zim. Pedagogik taraf. Hava. Dars berishni, nima desam, metodikalarni ko'p qiziqardim. Keyin institutda ham shu dars berish uchun magistraga girishni maqsad etib qo'ydim. Ana keyin danishlar ishini o'qib, u diplom bilan oylik oz oladi dedi. Keyin Urganchda data ta'lim stansiyada borib, qiziqib, SMM sohasına yozildim. Hindalalim bayab. Shu vaqtda 7+ telefonim bor edi. 7+. iPhone. O'qib yurgan vaqtlari Hindalanma komandasi bor. Biz bir oy o'tib, 2-oyda o'zi komandama SMM menejer kerak dedilar. O'zi istoriya qo'yadilar. Keyin yozaymi, yozmayin deb ko'p qo'rqdim-da. Hali tayyormanmi, tayyor emasman deb. Hali endi o'qib yuribmiz. U proyekt alış, netiş, qo'rquv dumjaqlar. Men o'z odatimda undan uyalish, uyalaman. Kameradan nedan o şey sahada eng minusim. Narsani tushunaman. Keyin ana yozdim. Chaqasini bilma, Hindalama meni o'zimni sinab ko'ring deb. Keyin bo'ldi dedilar. Darsdan keyin yanıma chiqing dedi. Keyin darsdan chiqib, proyektlar bordi, ko'p proyekt bor dedim. 2023-yilda 2023'te proyekt köpəyəndə yanlarına yine bir SMM menecer, content plana, g'oyaga ko'proq məni yönəltirishadi. İdeya, content plan düzüşü. Bana şu vaqtda oku mərkəzi verildi. Xivadakı bir Diamond School vardı. Keyin ham o vaqt Hindala Gavhardam işləyirdi. İşte həmmə proyektlərdə anlaşardik. Komandni, brand face, mobilograflar vardı. İndi birinci işim öyrəniş bilan bo'ldi da məndə.
Pul umma aylıqını umma gelişmedik. Umma pulunu soramadım ama üzeri ayttılar. Şimdi pul ne temizlediler. Umma etmedim. Aha. Özü Əsas maksadım öyrəniş. ava tecrübedir. Məndə köprak danılış eddən ki, özümü göstərişəd maksat. Ki ana işə bilən vaxtı özümə proyekt çıxıb başladı yine. İngilis dili oxu keçən ayım vardı, Garvard School vardı. Əşədən köp işlədim mən, bir 7-8 ay işlədim. Dum zor oldu şundan işim. İş yapıp ben komandada ve iş çıktı vakansiya. Verəm barışa korktum. Dum köpük gələndindən bara verdim. Mən yaş vaxtdan hazır adam. Amerikada şunu teleshowlar var. Seriallar var. Teleshow olmaz. Dinləməz. Serial boladı. Komediya köpürək. Ki olanı yaşayış hayatı. Mən şulanın hayatına köp ürən çıxanmanla. Şuladan ideya alaman köp. Keyin mən şu ingilis dili oxu mərkəzi mən şu kəlləmdə bar suhbətdə şu ideyanı aytdım mən. İngiliscə bir atmosferanı kinalarımı göstərdim. Və yəni administratorla gəpləşib, meneceri bilən. Şimdi ideyam var. Şimdi ət çəkmən belə dedim. Ya post köpbələmə, histori köpbələmə. Şimdi yönalış giritəmən dedim mən. Şimdi Amerikanski bir atmosferə girzəmiz. Birinci bərabər maksat soraladı. Uçraşıqda mən birinci maksatını söyləmək istəməyim nə üçün alacaq istəyib. Şu vaxtda mənə itar edələr, bizlərə satmam gərəkmidi, danışsam gərəkmidi, sadıqlıqam gərəkmidi, heç nəsə gərəkmidi. Prosta Instagramını zor etib, post qoyduraz. Zor etib adamlara, oxuculara göstərib bərsəyiz boldu dedilər amma. Zor. Yəni boldu işə yönəlişim boladı dedim. Və yenə özü tizimləşkən eddə hər həftənin birinci günü, həm hər həftənin 6-cı günü milis oladı. Birinci günü kontent planı düzələdi, həftəlik 6 gün, gündə post, gündə istoriya. Bir məbir oku mərkəzini yəsi Dilşad Atamuratov bilən oturub birgə düzəmiz. Ana ki kol koyuladı, ana 6-cı günü yəni milis etcəndə kanı neçə post koyuldu, neçə istoriya koyuldu. Məndən tələb bir dana istoriyadır, bir dana post edir. 100% boladı, vaxtlaram bolardı, 100% bomeydi vaxtlaram bolardı. Nəçəndəsə gündə post, qiyinçilik belədi bərbəm. Aşı Garvard School'da köp təcrübə aldım mən. Nəçəndəsə egəsi düşünədi SMM-ə. Gərək olsa şu vaxtı məndən əmək üçün elədilər. Nəçəndəsə qaçandan bana açıq edir. Məndən əmək üçün elədilər. Ki komanda özümə proyektim ki artist sünnət salayıb vardı. Proyektlər komandada işləyən vaxtı Profilm üstəyindən alırıq studiyanı Xivada. Profilm üstə mənim işim mən datada kursu məmnunuz. Mobiloqrafiyamı oxuyub çıxdım. Ustadınız kim? Kəmran Bey Hacıbayev. Şu vaxtı mən şu vaxtı ikisini də oxuyub çıxdım ki, Xindala saval verdim aşında. SMM və mobiloqrafiyam ikisindən birisi. Mən şu anda köp oynanırdım. Mobiloqrafiyam yox adım özümə. Video işləş, ki SMM yox adım. İdeya, ki komandanın üstündənəm karaj. İkisini yox adım. Ki ikisini bulaman dedim mən, ikisini mətəmən dedim. Universal əsker. Ana komandada həm mobiloqrafda işə etdim, mən content planam, həm mən nərsədə. İndi copywriting, tekst yazayızı qrupa vardı. Na o kəllə ideya gəlsə yazaladım. Ana profilin üstə yürüyən vaxtı giyişdə toya baraydık. Çədək cərəyanını alıb koşum yəkədi istoriya. Şu vaxt işə bir yanımda sünnət sahibi artist vardı. Danısanız. Şu vaxtı görüb, ürəkdə işə tutsan da çakır və da giyişdə ana maşında məndirib, mən qorq getdim başqa. Yani şimdi işlərlə də o şəxsi brend o kitədir qoy. Adamın mən doğrusu proyekt bilən işlənmə, lakin adam bilən köp işləməmi də düşündürədim. Yox, mənə boladı özü işə bürəyənin yaktım adədi. Bir ay işlədim. Bir-iki səbəblərə görə Taşkentə getdi. Bir ayın içində 30.000 mi patpişik vardı. Mən kuru toydakı cərəyan kuru toy bolar da. Başqa vaxtlarıma çakırın, nerə barsanız, restoran mı, restoranın içindən bir intervyu mu, o vaxtda şəxsi brend boysa umman nəsim yox da. Şimdi post qoyuşadı, ideya yetişədi. Ana 30.000'dən 31 ayın içində где-то 9.000 mi, 10.000'e yakın patpişik gəldik. İstoriyası həm normalni çıxdı. Keyin Garvard School'dan nəticə bot tutdu. Prosmotr vurub yatdı. Adamlaram görüb, oxucularam yət tutdu, satı amaç tutdu, brenddən download tutdu. Nəticə yət tutdu da. Bir ay ötkəndən keyin, bir yarım, 2 aya. İndi şu saxaya girib başlandı. Keyin komandadan
zor getib tutdu. Ana mən 7+dan özü bir ayın içində 7+dan 15% verdim. O 7+dan 15% ötkəndən ki, mobilografiya bilən zor işə başladım da. Nəticə bu tutdu. Nəticə zor tutdu. Özüm suyunubdan bir, nə desəm, özümdə bir nə yetişmədi da məndə. Ulara kəttaraq bir proyekt alışını istədim. Keyin Gəvxərba komandada Kəssaraydan restoran vardı. Xivada taze açıldı. Taptaza restoran. Sofranın yanında mıydı? Yox, Xivada uzaqraq, u Xan Sarayıdır. Sofranın yanındakı Xan Sarayı. Səl uzaqraq Kəssaray var. Kəssarayda neçə oldu? Profil açıldı. İstoriyasını targetə qıldı da, özü strategiya vardı. 3 post qoyulardı brendlə danışıq üçün. Targetə qıladı. Keyin şu vaxtı nöldən dəru, nə desəm, həftənin içində 1000-dən köp 2000 yaxın podpisçiyə gəldi. Şu 1000-dən 2000 ortalığı bolsa, istoriyanı kəmində 1000 adam görərədi. Podpisçiyə почти bir xil podpisçiyə bilən istoriyanı sanı. Şunda köp özümə nə alardım da motivasiya. Şimdi rezultat oturğanla həftə bardım öyrəniş üçün Kəssarayını adam getdibmi, kimlər gələdi, auditoriyanı anıqladım. Bir kimlər neçə yaşda. Şu köbraq yaş ullular gələrdi. Sof nə Kəssarayına gəlsəm aytardı. Mənə sofranı ki netib bərdərədi. Mənə şimdi sofranı ki netib bər, iş olanı ki nimbosun dərədi. Lakin çüntürüşkün oldu da. Üzərinə yaş ullular gələrədi. İçə dolla köpədi, içinə alkohol köpədi da. Auditoriya başqa, mən ola bilən söylətib intervyula ətişqiyim oladı da, bunun bəs kənə kitəd oladı. Lakin şu vaxtdan, məsələn, sofrada işləməsindən burunam, sofrada işləş nəsin badı bərbəm, özümdə. İşlisim gələrədi. Potensialısın. Ava. Zor. Ana, Kəssaray var, Qarur School var. Kəssaray var. Kəssaray var, Qarur School var, komandadan var, iş qılıb. Doğrusu aytamı 10-dan ziyad, 15 dənəm ziyad aylıq badı şu vaxt. Ana, neçə oladı, sofradan mənə təklif düşədi. Sofrada bir danışım, telefon oradı, şimdi adam gərək dedi. Lakin aylıqı kəmiraq dedi. Barıb, söhbətə vardım da, gəpləşdim. Çəsom tapasan dedi, menecer. Şimdi, yaxşı olan tapaman dedi, anıqsanını aytmadığında, yaxşı tapaman dedi. Verək kim bolsam, menecer gələmi, SMM-mi, ofisinə kim gəlsəm 3 milyondan başlanır aylığı. Gününə 100 milyondan başlanır. Oldu mən razıman dedim. Həm məşqçisindən, qarursu, həm proyektindən geçdim. 10-15 milyondan geçdim. Öz üçün bir nəzərə qurban etçi. Dan 3 milyona girdim şu sofrağa. Nə üçün desəm, mən üzümə düşədin, mən nə desəm, üzüm işimə düşədin, işədir da o, həm brend edir. Mən şu brendin arkasında köprək üzümü görsətiş, maksadım şu edir. Ana 3 milyon edir vaxt. Yəni bir ay ötüb, həftə ötüb əndə sən boladı. Ölsüş, dum tez oldu da. Özüm bilməyən halda tez ok getdi. Öz əvvəl sofraya girməzdən işlədim dediniz. Sofrada o vaxtı kimədir özü esinəməyəcək? Vədə Suxrapadən balaba, SMM-əməz, heç də oxuman, lakin talent var. Mobiloqraf, özünə mobiloqraf mandab bilədi. Lakin ideya var. Rakurs tutuşları, ideya bərişləri zor. Çünki SMM polunu boynundadır. Həm verin egəsi var. İndi ağaynılardan ola, Allah şükür var, xuda şükür var. En yollu ağaynı var, xuda şükür deyən. O gərək olsa, nə desəm? Xarəzmdə normalni marketinə, SMM-ə normalni üçünədir. Lakin o egəsi, o ad biləndən almaydı da. Nə desəm, bizə sofrada üstünlükümüzdən şu adam. Egəsi üçünüşünə. Bizə ideya, özü bir cayın alıb ideya təmiz ku. Ana şunda mən ideyəm, yəni Suxrapanı, egəsi, koşaladıdan, nə desəm, başqaça olar. Yəni bizə stilimiz başqaça bərbəm. Məsələn, siz yine bir proyektini yürütdürəndə komandni işləyəcək vaxtı mobiloqraf boladı. Yine kim brand face oluşu mümkün. SMM komandan. SMM komanda. Brand face, mobiloqraf ba bizə də neçik? Bir adam, məsələn, mobiloqraf, mən özüməm. Ana Suxrapan həmməmiz özü.
kadr yığınıyımız başda. Ha. Sofra restoranda bir gün o kızıklı vakıya olsa bize şunu tutup kalışımız deyik. Bizənin vəzifəmiz şu. Neydə kızıklı, köprak emosiya bilen işlənədir. Adlı iş adam gülsə, gülgəninə bir nə desən vizyon ortasına koşulsa, emosiyanı köprak çıxarış eddən. Ha. Bizə kadr yanaladı. Keyin bir adama tapşırıladı. İndi mən başda şu mobil olur kur kadr alarım. Keyin kadrını yanap tapşırar edik. Ana keyin mən o zvaniyəm östüm, kadr yanap mənə tapşırdılar. Hazıram şunu, kadr yanaladan mənə tapşırdılar. Montaj etədi bir adam. Yəni etap matap kadr yanaladı, montaj etələdi, ana keyin çıxadı. Lakin o etapdan bunu icra etələdi. Ha. Ana kadr yanaladı, montaj çıxdı. Ana icra etkəndə content planı bizə də aylanmalı content planı oladı. Eşitdiyimiz şunu content plan. Aylanmalı. Ava. Yani bir hafta, misal bir ayda 4 hafta olsa, bir hafta content planı düzülədi, ya content icra yenilədi. Ava. 4-cü haftaya yine şu aylanışım ki, doğru mu? Ava, mən nə desəm, heç də eşitməyəm, özüm yaratdım şu nərsəni. Özüm yaratdım. İcra etələdi, şu aytqanız doğrusu deyəm. İcra etələdi. Bir ayın içində məsələn, duman bir ay, 3-4 həftə, şu bir ay oladı. Bir icra oladı. Məsələn, bizən özü bir rubrika var, o adamların köprak söylətəmiz. Rubrika o qaçanda mahiyyəti ki, içi özgərib batır. Ha. Əvvəl doğru üzündən alınardı, əvvəl dumba çikənədi. O üzərən bilədi. Danılış üçün köprak bələliyədi. Əvvəl bəs nə rəqədi? Lubo gəp koylardı. Azı saval verəmiz. Ha. Keyin muzika ilə badı. Mənə profilimi görüyorsanız mən bilən ülənən nələ var? Videolar var sofra bilən. Ana şu ideya məni kəlləmdə qaçandan bana badı. Adamlarını oynab oturğanı, özünü emosiyasını çıxarıb duranı trendi və yaşı sofrağa düşədon stildə muzikaya qoyub çıxarır. Keyin içində hər xil ideyalar vardı. Ya marajiniyəli bilən yəni şu vaxt trenddədir. Keyin muzikalı olardı. Ki ana adamla intervyusu olardı. İki rubrika boyunca iki tərəfli, iç özgərərdi, içi. Ana aylanmalı kontent bizə də şunu. Mən başqalar proyektlərlə işləyəndə şunu etəməm. İdeya etəməm, iç özgərərdim. Məsələn, yəni geyim dükana ideya model həftədə 7 gün olsa, bir ayda 4 həftə olsa 4 dənə video oladı. Bir rubrik, bir ideya əsasında bir ayın içində 4 dənə video. Məsəl model toya barğanı ya bir mail nə deyir, partiya bir təşkilə barğanını, giyib barğanını özündə niçik durğanını, şu çəlləm özünü nə hissətişi, nə deyir? Komfort hissətişi. Bu bir insana toy nələrdə təşkil edir. İkincisi meclis ofis nələrdə. Prям segmentə uyğun yaratılған content. Okay. Ava. Nə üçün iç özgərə. Rubrika bir xil model bilən nəni göstəriş, mahsulatını göstəriş. Lakin lokasiya özgərədir. Şu tipa şunni. İç özgərə. Bizəninki şunni rak köpüncə. Tushunarli. Endi azı sofrada dediniz, blogerlar общий kadr yenilədi. Öz SMM komandada, SMM komanda deymizmi ya marketing komanda? Marketing komanda bizədə köpüncə. Marketing komandada qaysı lavazimdə bobuz? Sofrada doğru. Da. Mobilograf. Neçə dənə? Hazırın özündə 2 dənə. Nə desən bizə də həmməyə getərəm. Həmməyə getərəm. Çünki əvvəlki sapar danışım barqı vaxtı. Həmmə də telefon, həmmə mobil. Ofisantlaram tikərəm. Ha. Şimdi vakıya boladı məsələn, bizə yoxmuz. Mobil ofisantlar amalı pərədi bizə də. Şimdi kadr ot tutdu. Ya adamlar rəsmə çür şey bizə də prank babəlsəyiz. Telefondan da çürüb pərədi. Bu ofisantlar çıxarğan şunu nəsən. Bu telefonda məsələdə tərəkədə şunu yəni. Bir ofisant var. Luboy nərsənin içində prank etib bilədi. Luboy adam qorxuzub bilədi. Ana bizə telefondan faydalandıq. İcə ana rəsmə köp çürəmiz də. Çürüb bərəng dedilər ana. Çürüb bərəmiz. Bu qorxqan emosiyasını, qorxuş emosiyasını çıxarıb bərəmiz. Bizə də getə verədi. Mən özüm məsələn, mən köp incazı montaj bilən istoriya, mən sofrada vəzifəm köp adam adaşdırdı ki bizə. Kimisi menecer əsası ya bir öyle ana suxrapan bilən məni köprak nə edələdən yəni kətdəsi də. Mən özüm işim Instagram bilən istoriya postunu biləməm mən. Özüm məsələn saxlanma təmənnən. Suxrapan kadr tutuşu, o mobilograflarını nə desəm, speedrun, dinamikli, statiklilərdən ilə bir nə boladan o türü, vizyonu türü, hayati. Hayati bir kadrını üzmin
Şu bocaq məsələn bir desertni video alacaqmız reklama. Taza desert qoyulur. Şunu alıp çıxarışıyıq. Göstərişiyik mahsulatını. Ana şu kadrını video işləpəməz. Şu mahsulatın çəllim soçniliyi, onun çəllim mazalılığını bizə kamerada göstərib bəşimizəyik. O muzika üstündə onu dinamikni, statikni onu video olamaz. O üzünü göstərişiyik. Onu o kat tərəfləməm bilişiyik egan. Restoran temada işlə bilən vaxtı o kat nitçəllim soçniliyi. Mən şunda ki qınaldım da. Desert məsələn 10 dənə desert gəsə, onun içindən həmsə ilə başlayıq da ən zorun. Qaysı bir nəlilikən. Aşından köp gəp eşitdən məndən mən. Sən xatası eləyənsən, onu alışın gəqdə. Bizə də ana həmmə mənim özümə kurum montaj nədə olum mənim kadr alam. Mən özüm istəməm nə olsam kadra getərəm. Bizə də şunni. Ana ki mənim alıb məbərlər. Montaj özündə olar. Əsasən montaj istədir. Ava, asasən montaj, istoriya bilən posta cavab verəm. Zor, şəhərli. Başqalardan acıqlamırsın şunda. Əvvəl mənəm başqa işə birlərlərin komandayım başqaçaydı. Bu stil başqa, bu stil başqa. Başqaça oturur. İndi mən özüm fikrimi aytamam. İndi marketing tərəfdən, SMM tərəfdən əgər də produkt neçəlim yaman bolsa, bunu neçəli reklam etsəngəm, u adam bir gələddən qayıtıb gəlmir da, misal qayta satıb oluşu qiyin əgər produkt. Mən oylayma sofranı, göşü mənəm Özbekistanda bir top 3-dəlikdə durad da. Produkt şunun zor, mən misal steykini yeyib görən vaxt. Əsasi нәрsə birinci orunda bəli produkt. İkinci orunda ana marketing, SMM, yəni adamlara cəlb qılıb bəriş, ana keyin üçüncü orunda tizim. Yəni ofitsiantlar neçə bir şeydir başqa. Amma şu nərsələr məncə ən glavni da duralım temadan birləri məncə. Hop, zor. İkiyin sən arqa qayıtamız. Magistratura girməyənimə şükür edisku. Məndən şunun tema bu. Mənəm yenə 11-ci sinif bitirib zauşniya tapşırğanman Toshkent Davlat İqtisadiyyat Universitetinə marketing yönəlişinə. Mənəm xuda şükür edirəm doğrusu. Bir ay yaxında yanvarda barıb gəldim oxuşa. Doğrusu özüm öyrətib gəldim. Mən ustazlaram misal hər xil fənlə qoşulğan 5-6 fənlə. Noğa qoşulğanda savol versəm doğrusu qiyinaladı. İndi mən cavab verəd əlbəttə. Şunu vaqiələr məncə adamını yenə bir gələcək yenə bir katta hissə qoşadan vaqiələr, lakin adamın özündən bilməyin qalış mümkün. Zor. İndi yenə bir sualım var. SMM-ə 4 il oxuğanızdan keyin girdiniz, doğru mu? Yoki 4 oxuş vaxtında? Yox. Oxuşni bitirgəndən keyin girdim ama. O havaskar, nə desən, video mobilografiyadan kur video düzüb havaskaradı. Ana bitirgəndən oxub yürüyən vaxtlarında professional yandaşıb, nə desən, maksat qoyub, əvvəl maksat istədi, ana keyin maksat qoyub. Düşünərli. Eriş başladım. İndi hazıram SMM-ni bazaram 3 türə bölünədi. Biznes təbii. Kiçik bizneslə, orta bizneslə, katta biznes. İndi yəni universal əskər boş gərəkdə diskuyam. Yəni universal əskər hazıram şunu iraqman. Nə da bilirsiniz şu dərsə özü universal əskər olub işləş gərəkmi? Yoki də как бы SMM-çik, mobilograf, brand face üçüsü bir işləyən yaxşı. Nə da bilirsiniz? Ana şu savaldum qiyinədən mən məsələn mən kursum baxarızsa. Kurs açıb mən şu aytdım ki dərs bərişəkadı institutda metodikalar öyrənib yakkan üçün kurs açqanman. Mən özü Qaror School-da işlə bilən vaxtında Dilşad aytvadı da, yəni SMM sahəsində kurs açalı da. Lakin məli təyyarəməs məndədim. Məndə yetərlicə bilim yox, təcrübə yox. Yəni ertədərəd, keyin dərəd. Hər ayda sorar edələr, hər ay bir mailistə sorar edələr. Şəttə başımız yox, hələ ertədərədim. Hələ 3-4 aylar şunda birdik. Yəni mən işdən getcəndən yenəm qayıt getdi. Ana mən sofrada işə biriyəndən sofradan təcrübə alıb. Ana keyin özümdə bir ideya gəldi. Sofrada işə biriyən vaxtdan 2-3 proyekt bilən gəp netdən işlədim. Consulting vardı, keyin bir pritsep zavoduna vardım Xivada. Keyin bir katta proyekt vardı, zavod quruluşu gəldi. Nüküsdə korja çıxarıladan zavod, dum katta proyektdədir Xindalanı. Mən özüm netməyim üçün Xindalanı bağlamadım. İşin katta proyekt çıxdı. Özüm danış ağalanma gəldi, içində bir düşkə gəldi. Bir dana video üçün, bir dana video işləb berdədilər amma reklamını. Şu zavodunu nöldən, işte tək dizaynla bunu çıxqandan, bunu diklənəcək, içində nə o
Pony məlumat haqqında bir dana video. Nəçin desə onu investorlara gələndə şu videonu göstərib göstəriş üçün. Bir dana video üçün $1000 verir. Anıq belgilənmədi da. Kəmində 3000-dən ziyadədir da. Məncə o telefonda ya başqa Yox, nəsədən kamera. kreativ marketing tərəfinə. Ava, şunca xindala. Mən özüm nəsəm yetməsədi, şunca xindala bağlanmadım. Ana en katta proyekt bilən gəpləşiş şuydı da məndə. Katta summa, katta proyektdən başlanmadı. Proyekt başlanmadı, biznes başlanmadı. Kaketdə özlərini, nə desəm, şirikçilik pullarında mı bilinmə, anıq səbəbini bilinmə. Lakin indi strategiyalar, indi iş başlayatırıq, indi bir idiyyət başlayatırıq, kaketdə. Ana kurs açış, sofrada işləb bir vaxtda başladım. Bir xanana, yine Qarurta vardım, işdən getib, xana üçün. Bir dana xana arenda alış üçün, zor arenda puluna gəlişdik. Reklama başlanıb getdi. Mən taza profil açdım. Bu vaxt ismim Gangsterdə başladım. Nədən gəldi o deyə bilinmə, az öncə taşıdım. Rusiyada Arsen İsmailov'dan ismim nə bax bilsəniz. Yox, bilməsək. Arsen İsmailov, content maker, köpüncə nə desəm. Bu kuru content indi SMM zor işini görüb elədim, onu patpiskələrini görərədim da. Kimlər var Rusiyada yenə. Bu kimə basıb götdü, aşında gör qoydum, neysə mən Gangsterdən bayəndə. Bizə də yox, yəni adını qoydumdan Reddici iş bilənəm işlədim o vaxt. Reddici bir aydan köp işlədik o bilən. Reddici işini indi köpüncə mobilografiya o video düzüb verərdim. Ana Reddici iş bilənəm təklif baydı bir açışla. Bir açalı da. Bu nələri mən düz verdim da prezentasiyanı. Reddici nə idi o vaxtı? Yadımdan getdi yenə. Adına qoyduq da. Köpüncə indi Layxanadır. Prezentasiyalarını mən qoşub qoydum ki, ana yox dum lişno getədəkən onu özünü biznesləri var, yenə biznes açsa dum köpək gedər da. Uçu üzün basa ver dedilər. Ana sofrada işləyib mən başqa proyekt yox. Boşman nələrə izləndim, dərsliklərimi düzüşə, dərsliklərimi düzüb reklama başlandım. Birinci reklamı Reddiyə verdim danışıq üçün. Profilini yürütməsədim, o taza profil açqanımı yürütməsədim. Bir dana post qoyardım, taza kurs açacaq vaxtı. Birinci patokumdan Reddici iş bilən reklama verilib. Birinci patokum yığınal verdi. 35 lead gəvədi. 35 adamla yazıq qavadım da. O vaxtı mən nə desəm, nə desəm, nə boyca. İndi o biznes etiketədir o köpüncə, nə desəm. Mən də bir nəsəm yox idi administratorum. Üzüm gəpləşərdim telefonda. Ana 35 baladan. Call center olur. Ava, həmmə nəsədə özümədim. 35 adamdan 9 adam gəldi, 9 bala. 9-undan birinci dərsdən 6 bala uşaqqal oldum. Nə üçün desə, ulanam vaxta doğru gəlmədi. 2 qız vardı. Konversiya düşüb. Ava, 6 bala tutub qaldım. 2 qız vardı. 2 sənəm oxuşub ikən, 2 sənəm vaxta doğru gəlmədi. Aşı 2 qız, keyinki ay, keyinki patokumda gəldi. Lakin keyin. Keyin bir balanı, nə desəm, uzaq dedim. Dum, ürəyənç daşlamağı mən özüm xiyalı oturub, xiyanı açmayıb, bunu xarazın boysan etdim. Dərslə başlanıb getdi, nə desəm. Bilsəyiz, oku mərkəzlə köp xarazında. Databa, indi yenə 3-4-sü var. Konkurentdə bilinmə. Nəçin desə, mənim maksadım, kurs açışdan maksad, yenə şu normalni işləb biladon, SMM meneceri yetiştiriş. Nəçin desə, kəmində gündə ma proyekt çıxadı üzümə. Şagirdlərə yönəltır bəşki. Ava, gündə proyekt çıxadı. Heç kəmində 2 gündən bir çıxadı. Ana şəhərdə, nə desəm, özüm əyibdardın xisətəmənlə, biznesi yer telefonu ülkədə işləməsək bu mıydı? Ya ağa dəfəm telefon, qızla nə telefonadı. Şunda əyibdardın xisətəmənlə mən işlə ölməyənimlə. Ana şəhidlərə yörəmən, okuçulara, danışlarıma yörəmən. Hazır dum bazarı yenə baş nətib padır. Genəyib, iş boyca. Ne bilsəyiz, əvvəl SMM komanda. SMM çıxərə gəldik. SMM komanda. İndi marketing komanda. Marketing komanda, misal datadan, data məktəbdən, mən özüm marketologma. Bizəni 2 komanda var. Data
ta'lim stansiyasida 10 kishilik grafik dizayner bor, mobilograf bor, videograf bor, operator bor, brand face bor, community bor, copywriter, targetolog, man, Katta marketing keyin jamoasi. yana kim bor edi? Keyin Toshkentda yana bir targetolog qoldirdik. Hozir outsource qilib ishlatibmiz. Bizlar ham shu asosan 1 oylik kontent planini oldindan tuzib, qaysi kontent yetib turibdi, ko'proq shuni chiqarib, ta'lim sohasi endi men misol aytib o'tdim-ku bu podkastning boshida har soha har xil. Misol men har xil sohada ishlab B2B dan ishlayapman. Restoranlarda ham ishlayapman, lekin eng menga o'zimga yoqqan auditoriyasini tushungan, produktini tushungan holda lead bilan ishlab bo'ladi. Ya'ni natijangni raqamlar bilan ko'rsatib bo'ladi. Lekin yana misol restoran yoki oziq-ovqat do'konlarini Darita misol supermarket bor. Dehqon supermarket. Ularda menimcha kunlik kassa bo'ladi, to'g'rimi? Aha. Shu narsa bilan hisoblanami? Men yakka soyda ishlab yurgan vaqtda shunday sezilarli darajada netdim. O'zim natijamni Instagram'ni narsani foydasini. Hafta o'rganib yurdimdan yana gapim qaytib ketibdi. Hafta o'rganib yurganda ustallar bombosh edi. Ustallar bombosh edi. Keyingi hafta polni to'lib yurdi. O'zimni jo'ralarim gezan mesda topilmadi. Barar edimdan intervyu alar edimdan shu vaqtda. Yo'lda o'tib batıranda menden al derediler. Men fikrim bildiremem. Yabandan gelir edi o kadar zor. Özüm fikrim bildirecek mende. Hem işte Instagram'a çıkış için. Üzerine gösteriş için. Biz hani halk berber maqtanış. Neyse. Televizyona getir. Hammasi zor. Üzerine gösterişini halıydı. Şunun için şunun üzerinde egesem gelip zor deb ne desem maqtab geçeceğim. Dum özümü nettidan dikler. Motivatsiya. Zor. Nereye yakaydı? Misal sofrada şu marketing komanda var. KPI var. Bize de ne desem marketing komandamam defem momiddan biz eniken. Biz hemmemiz bir neyimizden. Cam oilasi. Mobilografam, SM manageram, EJ hemen nerse bir adamda hem ikisinde var. Ben de özüm şagirdlerim var. Adı 3 tane mobilograf kuruşunu alıp koydum. Hem ikisinde az bir tane var bende. Bir tane bir bala var. Yani suhrapam köprak kadar aldı. Özüme malama. Bu oldu bize de ullu brand face addelini ya copywriter, designer nerseler yok. Bizda da o'zi ta'lim sohasida ko'proq o'quvchi soni yoki lita qaraladi. Sifatli sifatsiz. Avvalgi safar ham stories qo'ygan vaqtda sotuv bo'limi bilan shunday bahs ketadi. Yana siz ham shu savolni beraman, boshqalar ham javobini yozib ketsalar bo'ladi. Yana sifatsiz leadda bizda bu onlayn kurs so'rashlari mumkin yoki umuman bizda yo'q bo'lgan kurslarni so'rashlari mumkin datadan. Yoki da xato nomer bo'lishi mumkin yoki da dublikat, ya'ni bir nomer 3-4 marta tashlab ketishi mumkin. Keyin umuman Xanka, ya'ni nodiylar boshqa viloyatlardan kelishi mumkin. Bular leadlar. Bular hammasi sifatsiz. Bular umuman shubha yo'q. Lekin sifatlida endi sifatli yoki sifatsizda ishida bir jumboq bo'libdi. Misol, bizga nomer tushdi. Marketing komanda leadni sotuv bo'limi gaplashdi. Gaplashib turibdi. Birinchi nada ma'lumot olib turibdi. Ya'ni shu misol SMM haqida ma'lumot bering. Sotuv bo'limi ma'lumot berdi. Ikkinchi kuni yana qayta telefon tutdi. Olmadi telefonni. Uchinchi kuni yana telefonda umuman olmadi. Keyin 4-kuni telefon urgan vaqtda men Rossiyaga ketib qoldim. Endi bu marketing komanda sifatli lead bo'ladimi? Yoki sotuv bo'limi sotib bilmadimi? Aslida shunday bahs bo'lgan. Endi bu ham 100 dan 1 bo'ladigan vaziyat. Lekin shunday vaziyatlar misol ko'payib ketdi-da. Toshkentga ketib qoladi, O'qishga ketib qoladi. Ya'ni boshdan ma'lumot olib, o'zi marketing komandasi sifatli deydi. Ya ma'lumot olish kerak odam. Ya'ni o'z xohishi bilan nomer tashlab ma'lumot olish kerak, yoki maslahat olish kerak, yoki yozilishi kerak. Shular asosan sifatli lead bo'ladi bizda. Shunga qarab KPI qo'yiladi. Shunga sinovda bo'laysiz. Menimcha men o'zimdan masalan her kurs ochgan vaqtda har bir post qo'yardim derdim-ku. Mendan shunday voronka hosil bo'lar edi, targetga qaradim. Misol 4-chi potokim ochgan vaqtda bir video ishladim. O'zim so'llab chiqib Şu video 200 ming so'mlik $19.20 targetga qildi. 111 dana lead kelgan, 111 dana. Necha sentdan tushadi u bir lead? Birinchidan ba'di menimcha 0.6 mi shunday, ya'ni 111 ning 111dan 24'i bonusi baraman deb yozildi.
Qıyızladı da köpüs. Ha. Qarasam qıyızlarkən köpüs. Qıyızlar nava qızıqqan kövrək sifətsizlikdən prosta görüş üçün bir suhbətləşiş üçün nə tutdudan. Oh, düşündüm mən. Nə bilədən vaxt ki administrator qıyız var, köp bildi da. Dərsdən kim ötədidilər, Cəmşid ötəmi dedilər, avad idi. Bol dəsə baraman dedilər. Başqa bir ötsə də dərs qızıq əməz. Və də sifətsiz tutdu. İndi anı ken gələdə ola 9 adam gəldi. 6 qız, 3'sü bala. Lakin o gələn qızla, o qızlardan məsələlik. Onun üzərinə məqsad qoyub, yəni mən deyirlər, mənimcə köpürək sifətsizliklə köp boladı. Köp boladı bizə, nədə öz. Hop. Gələcəkdəki məqsədləriniz neçəkindir? Məqsad, nə desəm, asta SMM sahəsindən uzaqlaşıb batırmandan. Dum, nə desəm, dum uzaqlaşıb getməyin, məsələn, biznes tərəfə ötüb batırmandan. Az oku mərkəz, xavarız olsa, remont oku mərkəzə çatırmız. Ürgəncdə, Somsacanın dəpəsində zdaniya. Az remont tutdu, remontam həftə uzaq 10 gün qaldı. Və də məqsad, mən kursum, nə üçün desəm, məndə az bir proyekt sofraba, ki, dərs ötübüb mən. Başqa proyekt yox. O mərkəz açılğandan keyin verini, məsuliyyəti və də iş köpəyədən, əli gələcəkdə sofrada, nə desəm, vaxt itirib bilməmədən oynanış o tutdu. Lakin iş isimiyət tutdu. Həm onu tutuş, həm oku mərkəzindən biri tuş. Və də oku mərkəzdən heç yaladım. Mən özüm SMM içində mobilografiyam var. Mənə kursuma köp gəp tapadılar. Gəp tapışam da baytılmıydı. Savol verdilər. Nəçə mobilografiyanı qoşsan, ya yine başqa nə köp dizaynerdən dizayn dərsən badan bir dana Canva'da logotip, obloşki aktualini yasaş üçün. Gerekmidi də baytadılar SMM-ni. Bunu zor etib ürətdi də. Lakin mənə özüm təcrübəmdə köp gerek oldu da. Bazar, yəni etdim ki 3'ə bölünədir. Kiçik biznesdə sizə 3 adam gətirdi 5 min lira. Şuna savalaza cavab vermədim ki, ha. Yəni yaddan çıxdı, şu yaddan çıxdı. Mən də oxuram balla. Mobilografiyadan 100% professional da aytım, lakin yetərli dərəcədə. Bir proyektdə peyda etib biləd 10 dərəcədə. SMM 100% də biləmən. Nə desəm, mən dərsliklərim üzüm mənəlikən en kəmçiligim nə yapamam, başqa kurs atmamama, kursu datada oxub çıxqanman ki, özümü əməliyyatda olan köpüs. Aşı əməliyyatlarını mən dərslikə köçüb qoymam. Dərsliklərin arxasında targetam var, dizayn var, brand face boyunca nə bilinmə. Lakin brand face tam oxuyan datada bir ay oxub biləyəm mən. İqbal ötcədə bir ay oxuğanma, ikinci ayımda onunla vaxt olmadı. Lakin bir ayın içində yetərli dərəcədə oldu məndə. Nə desəm, öz iş. Mən iş anasını umma həyatımda bir dana qolus taşımamma işimi. Qolus? Qolus oyun. Kimə taşımam? Müzəffərandan ismi? Semiş keç. Xivada köp danılma. Xivanın üzündə danılma. Yəni sonuçta danılma. Biz həli yaş avlad. Köp nərzəni danılma. Ming. 13 min podpisçiya var. Nə desəm, akıl tərvizə ifraq. Lakin nə desəm, şeir aytıb görəyəndirsin Instagramda. Şu adam hər cümlədə mənə yazadalardan qolu söylədilər. Ağacanım cüməyiz mənə mübarək olsun deyib ki, mən birinci mərtə yazdım. Ana şu vaxtı mən oxuşunu bilim mən deyib yazdım. Ana şu adama kuru qolu taşımam mən. Başqa heç kimə taşınma. Özüm mavazım özümə nə yakmaydı köpüncə. Şunun üçün brand face boyunca öyrətişdə dərslikə qoşmaya qoyma. Lakin mən dərsliklərim universal boyunca ponni. Bir adam, bir bala, məsələn, qızmın balamı bir işdə özü işə bilən vaxtda həm elə dizaynerski postam, targetam, ana özü söylə brand face-əm, mobilografiyam, universal. Mən dərslikim şuna qıratılan. Ana mobilografiyanı oxub bilən vaxtda məsələn, birinci ayım məndə kur öyrəniş oladı. İkinci ayda əməli oladı köpüncə. Üçüncü ayda yam proyekt bilən işlənədi. Proyekt alış şu vaxtdan məsələn 5 patok olsa, 5 patokdan bir 30 oxucudan köp balab oldu məndə. Şu vaxtdan problem olmama işdən. Oxuşunu oxub bilən vaxtı
bir proyekt tap berəmən, mənə telefon adalar ki, işi berəmən, şu proyekt olandan ki, izi alanıb getərdi ona da. Məsələn, bir proyektdən iz alınıb getərdi. Yenə bir proyekt çıxadı onlara. Bir proyekt tap bersən boldu, iz alınıb getərdi. Həm bir dana gəp aytama. Любой bir proyektə barıb mut işləp berəmən, amma pulunu aytmı, işini işləp berəməndə heç bir proyekt yox deməydi. Əlbəttə. Şunun özündəyəm, təcrübə belədir. Ana işə bir vaxt şu vaxt aytamanla ya mobilografiya ya SMM. Yox, həm məqsədədir, ikisəm. Mən özüm yadızda aytdım ki, xindalama ikisəm də yürütəmən dedim. Məni aytqan gəpimi ular təkrarlaydı. İkisəm gərəkdir. Universal mənim kursum. Şunni. Zor. Mənimcə gərək olar da boləməm. Məsələn, Taşkentdə Sins Əbrar Danisko. Sins. Mən şu adama mobilografiya boyunca podpiska taşanmam. Bir videosu əlindən çıxan, Zoom bərişini əlimdə çıxaradı, Zoom bərəd əlinə. İşin nəsə öyrənişdə haqlı ismədim. Ana şu mobilografiya boyunca, montaj boyunca şu nərsədən mən podpiska taşanmam. Mən o adamı mobilograf deyə biləm mən şu vaxtı. Nə desəm, həmmə bərbəm mobilografiyadan, həmmə nərsədən bərbəm öyrənib, ana keyin SMM mütəxəssisi, ana marketinq boyunca ötükədə olamam. Gərəkdə olamam. Nə üçün nəsə hazır SMM menecerlər məsələn düşünüşü gərək. Məsələn bir proyektdə post qoyuldu. Videosu zor, video montajı zor, həmmə nərsəsi zor. Video bu mobilografiya boyunca ya videografiya boyunca umman gəp yox. Lakin peyda olmam, peydası deməyə. Nə danılış oğan, nə satıb oğan, umman peydası deməyin. Lakin yenə iki post qoysa məsələn, o montajı nəsə zor, lakin ikincisi faydalılaraq video unçəlim sifətli, nə o desəm, nəsə sifətli olmasam, lakin peyda bərsə yaxşı da boləməm. Nəçində sofrada məndə MC Doni gəvədi yadınızda olsa. MC Doni konsertində tam event managerçılıq əsasən kimə tədun? Kim? Event manager, yəni çətdə adamlar, PR kampaniyanın açışını. Üzlərimin egələri, köpüncə egələri addi afisatdan soruydalar. İşə adam gəlsən içki oladı da. Addi afisatacə soraladı. Şimdi ideyalaşalar. Ana şu vaxtda MC Doni konsert tamamlanan ki montaj etiş gərək. Montaj etdik. Lakin bizə də həmmə postla üzərimiz düzüb baramızdan egəsənə nətəm işin nəsə qoyalım. Ana ki egəsi görüb, bir cayıb oladı, bir cayı qırqaladı da nətib, keyin çıxaladı. Ana MC Donikindən içki oldu, video dum zor. Nə desəm? Lakin yox, bu bomid dedilər. Həmmə nərsəsi bomid öçüb taşıdı. Nə üçün desə, MC Donini nöldən, məsələn, konsertini tez ötülüb getilən, kadrlar tez ötəcən, nə desəm, vizualni zor, effektlərini zor ötəcən, lakin bu konsertini bizə göstərilməz. Bizə adamlara niçik yola, həzzət oturğanlarını, niçik emosiya bəriyərlərini, konsert düşüncəlim zor olanı bizə göstərilməz. Bizə köpürək həyatı gərək. Şunda mən köpürək nə aldım da? Başqa proyektlərdən köpüncə peydasına, köpüncə adamlara bizə bərib bilədən peyda qaratılışı gərək də boləməm. Sofra restoranını şiar var, brend pozisiyası var, doğru? Misal datanın şiarı biz bilimgə tolduramız. Bu pozisiya məsələyi. Sofranın pozisiyası ya ki şiarı nə oldu əsas? Şiarı adam klientlarını, micazlarını razı etiş. İndi bu pozisiyada boləməm mən. Bizə də şiar da məsələn qrupa var. Bunda sabah istətilədə bizə klientların razı etişimiz gəlir. Nə üçün desə, bizə məsələn SMM ya menecer hər kim özünün işlərinə nətib bilədi, girib bilədi. Məsələn, bizə nə işimizə girib durub, İbistora xata getib deyə girib özlərini, fikirlərini bildirib bilədi. Ya bizə afisantçılıq bir nərsən xata etdiyində etib bilən, aşı nərsə var bizədir. Hər iki həmməmizdə bizəni micazlarına razı etiş. Həm bunun pozisiya mənimcə nə desəm, bunun nə yox. Şəhərli. Əsasi nərsə şu micazlarına razı etiş. Xoş. Yəni aytıb etdiniz ki, həmmə bir-birinə işlə. Əlbəttə şu nərsə boş gərək. Çünki sizə какой-то эмоция bilen adamlarla çakır ki dursa, lakin bir anda servis yama. Başıb durub sizə servis, zöt axımını. Yəni də servisdə elərəm, sən nə oğamında reklam atırsan da. Bunu biznisə gəlsəm şulayanda aytadı. Sən bunlara söyləşin gəl. Məsələn, mən üzüməm aytqallaba, menecer gəb aytqan. Sən kəp durğan adamını bula razat ölməyin tutdu deyirlər.
Sən buna söyləşin gəkdə hostes bolamı? Üzərimizdən hostesçilik işləmət pərəmiz. Adamlar kütüb durmasın da üzərimiz gən ya otura nerede caiz görüb otur pərəmiz. Adamın razı etiş şu maksat pərəm razı etiş oladı. Zor. Instagramdan şunu məsələn bilsəniz, açıqcası aytama, Xarəzmdə restoranların hər kimimizin yönəlişi var. Gəvxərmi, səltənət nəmməkisini sofradan başqa yönəlişi bir xildə bolima. İçində istoriyasını görsəniz, postunu görsəniz, Mənəm qoşulmuşam. rubrikəsi, nə desəm, bir yönəlişi bir xil, lakin Temura Gəvxərə etdik. Özünün yönəlişinə girib bərdə bərəm Gəvxərə. 2-3 post çıxarğan bolsam, özünün yönəlişi girib batır. Asta sekin. Temura bilən də yaxşımız, gəpləşinə tuturamız. Sofranın özünü addilinin yönəlişi bu öz. Köpüncə məcazlar bilən, Turetski, Emosiya. həm pozitivni bizə də köpüncə. Gülüyle, pozitivni nə bəriş üçün. Başqalarını indi rəqabətçilərin gündə analiz etəmən, görəmən, bir xillik görəmən lan. O özümən pedadan bərəm. Oladan biz acab tutmuzda. Lakin o kur restoran temada məsna Xarəzm boyunca ponni proyektla şuna qaralsın demənlə, məsələn rəqabətdaşların özünün yönəlişi varmı? Başqa proyektdən özünün yönəlişini etsin deyəcəkmə. Özünün yönəliş bir şeylə basın. İndi mən özüm fikrim aytama. Restoran yoki da şu oziq-ovqat temasındagi bizneslar. Endi restoran bəbi oziq-ovqat ikisam ikki xil. Lekin Instagram tarafdan oladigan bo'lsak, bularda kontent, ya'ni yengil kontentlarni chiqarish dim zo'r. Ham ko'plarni chiqarib tashlasa bo'ladi. Lekin boshqa bir sferalarda sal ajralib turib, ya'ni ko'plab odamlarga yoqadigan kontentlarni, misol ta'lim sohasida dim qiyin. Gündən günə sal qiyinlashadi Instagramda ayniqsa. Shuning uchun ham men YouTube'a ko'proq o'tib boraman. Chunki ta'lim sohasida nechki yengil kontent etsangiz ham u odamni ta'limga qiziqtirish yengil kontent orqali dim qiyin-da, to'g'risi. Endi o'quv markazida chaqirmanku, o'zim strategiyam bor. Endi asta-asta adasam ta'lim ko'p bizning. Boshqalardan ajab turish. Menda bilsangiz trening ko'p bo'ladi. Men o'quv o'zi 3 dona narsani aytaman. Dərsliklərim özümü başqaça boğanı. Nə desəm məni uzaqı bir saat oladı bir dərs. Şu dərslikin içində həyati oladı mən. Şunun özündə məsələn təlimat gələnimdən təşkərib oladı məndə. İkincisi əməli oladı. Özü oxuş vaxtından yəm işlə başları əməli oldu. Üçüncüsü trening. Treningdə kötü nəsə oladı ekan. Xuda xalasa sizdən hələ çakıramam, görəsiz. Hazır özü çakırmındıqma, nəçin axırki mərtəbə nə çakırdım, Xindalanı çakırdım. Özü Polatanı çakırışım yekədi. Poladdan ismi, Əki ölkələ. Brentab agentlik açdılar. Özüyəm hər həftə bir dana nə gəlişək. Nəçindəsə hazır arendada mankoyda. Nankula ötütdü da. İşte tezaraq bitsin, şunda çakıb treningdən köp nə bərədi dəb olima. Dərslərdən təşkərə. Nəçindəsə siz yenə sizə oxşar SMM-də yaxşı nəticə erişkənlə 3-4 illə, 2-3 illə erişkən etken hatalarını ya pluslarını aytıp çüntürsələr, hər kimlə az alsalar, məsələn, Xarəzmdə 10 dana ya 20 dana SMM normal olsa hər qaysı gəlib bərsə, indi gəlsələr, hər qaysının azğın əvəz alsa bir nə boladı da bolima oxuculara. Zor. Aslında səni köprək təşkilləşdirişini etdikmə. Allah xalasa, Xarəzməm SMM-dən köprək üçün. Çünki birəvlə bayına SMM deyən vaxt mobilografiya ilə almışdırır verədilər. Əlbəttə mobilografiya Allah'a kəsb, SMM Allah'a kəsb. Allah xalasa işinin kontentlər orqali, işinin yürüşlər orqali, atakalar orqali adamlara düşündürüb bəriş bizən əsasi niyyətimiz, mənim əsasi məqsədim şu nərsədə. Xo'p, axırımı? Da. Cəmşid bəy, özünüzni podkast haqqında otsifız, məsləhətinizlə açsanız болады. Doğrusu şu podkast məniki birincisi bu həli. Naudət taşallarım özümən bilinmə. Gərəkli oldu mu, gərəkli boğan bolsa, əlbəttə xuda xalasa gərəkli. Çünki köp nərsə instrumentlə aytıb ötdünüz. Gərəksiz bolsam, gərəkli oladı. Məni bir dana diləyim şu məsələn, peyda adam, mən də özümə nəsim, peyda gəliş, hər bir nərsədən. İş podkastdan, gələcəkdən adamlara, oxuculara, ya iş SMM qızıq büriyəllərə feydalı buluşunu istəyirəm. Üzərinə feyda alıb qalışlarını. Zor, rəhmət. Amad diliyəm ki. Kəngi mehmanımızı kim çakırışını bir təvsiyə verəsiz? Temuranı şu. Temuran. Allah xalasa Temuran. Okey. Həməyə rəhmət. Sağ olunla, salamat boyunla, sağollarınız olsa yazıq qaldırsanız xursənd bolamız.